2021-2022-ci tədris ilindən başlayaraq rəqəmsal bacarıqlar layihəsi çərçivəsində informasiya təhlükəsizliyi sahəsində oxumaq istəyən 10-cu sinif şagirdləri üçün informatika təmayüllü siniflər açılıb. Hazırda bu siniflər 56 məktəbdə fəaliyyət göstərir və 1645 şagird təhsil alır. Onlardan biri də 20 nömrəli məktəb liseyindədir. Bu il, hər il olduğu kimi, rəqəmsal bacarıqlar təmayül siniflərinə şagirdlərimizin böyük marağı var. 10 və 11-ci siniflərdə Python proqramlaşdırma dili, HTML, CSS və JavaScript dillərindən istifadə olunur. Keçən il şagirdlərimiz uğurlu nəticələr əldə etmişlər. Onlar informasiya təhlükəsizliyi və proseslərin avtomatlaşdırılması kimi ixtisaslara qəbul olmuşlar. Bu ildə şagirdlərimizin uğurlu nəticə əldə edəcəyinə inanırıq. Mən Fərid Həsənli 10-cu sinifdə təhsil alıram. Gələcəkdə kompüter mühəndisi olmaq istədiyimə görə 9-cu sinifdən rəqəmsal bacarıqlı təmayüllü sinifə təhsil almaq qərarına gəldim. Bu layihə sayəsində bəzi proqramlaşdırma dillərini başlanğıc səviyyəsini öyrənmişəm. Düşünürəm ki, bu layihədə öyrəndiklərim gələcək təhsilimə böyük kömək olacaq. Bu siniflərdə oxumaq üçün müraciət 9-cu sinifdən başlayır. Qeydiyyat prosesi aprelin 30-na dək davam edəcək. Qeydiyyatdan keçənlər onlayn imtahan verəcəklər. İmtahandan keçə bilməyənlər üçün ikinci şans da olacaq. İmtahandan uğurla keçən şagirdin təhsil aldığı məktəbdə informatika təmayüllü sinif yoxdursa, başqa məktəbə keçə bilər.